Salam, funksiyalar və qrafiklər mövzusuna aid bir neçə sualın həllinə baxaq. Deməli, 66 nömrəli sualda funksiyanın qrafiki aşağıdakilərdən hansı ola bilər? Verilmiş funksiyanın diskriminantını tapsaq, d bərabərdir 5-in kvadratı 25 minus 16. Baxın, d bərabərdir 25 minus 16 olacaq 9. Diskriminant sıfırdan böyükdür. Diskriminant sıfırdan böyükdürsə, deməli parabola apsis oxunu iki müxtəlif nöqtədə kəsəcək. Çünki diskriminantı sıfırdan böyük olanda kvadrat tənliyin iki müxtəlif həqiqi kökü var. Deməli, C variantı cavabımız ola bilməz. Çünki parabola koordinat başlanğıcından keçib. B variantı cavabımız ola bilməz. Çünki parabolanın qolları aşağı yönəlib. Və x kvadratının əmsalı burada müsbət olduğuna görə parabolanın qolları da yuxarı yönəlməlidir. Köklərini diskriminantla tapa bilərsiniz və yaxud da Viet teoreminə görə tapsaq. Köklər cəm əks işarə ilə ikinci əddin əmsalı, köklər hasili sərbəst əddə bərabərdir. Köklərimiz 1 və 4-dür. Bu deməkdir ki, parabola koordinat başlanğıcından sağ tərəfdə yerləşəcək. Çünki hər ikisi müsbət kökdür. Yəni, cavabı uyğun gəlir Y variantı. Apsis oxunu müsbət tərəfdə kəsməlidir. Düzgün cavab Y. D variantı ola bilməz, apsis oxunu mənfi istiqamətdə kəsib. A variantı bir kökü müsbətdir, bir kökü mənfidir. Ona görə A da ola bilməz. Heç köklər tapmadan da işarələrə görə də müəyyən etmək olardı. Hasil müsbətdirsə, deməli bunların ikisi də müsbətdir ya da ikisi də mənfidir. Cəm müsbət olduğuna görə köklərin ikisi də müsbət olmalıdır. Ona görə düzgün cavab Y variantı. Baxırıq 67 nömrəli suala. Deməli, funksiyanın qrafiki aşağıdakilərdən hansıdır deyir. Biz bilirik ki, y bərabərdir ax kvadratı funksiyası koordinat başlanğıcından keçən paraboladır. Y bərabərdir, deməli, burada parabola x kvadratı plus 2'dir. Yəni, həmin parabolanın 2 vahid yuxarı sürüşməsi deməkdir. 2 vahid yuxarı sürüşmə C variantındadır. Baxın, normalda y bərabərdir x kvadratı olanda parabolamız koordinat başlanğıcından keçir. Plus 2 olanda 2 vahid yuxarı qalxır. Minus 2 olsaydı 2 vahid aşağı sürüşərdi. Ona görə düzgün cavab C variantı. Baxırıq 68 nömrəli suala. Parabola apsis oxunun üzərindədir. Baxın, parabolanın təpəsi apsis oxunun üzərindədir. Bu o deməkdir ki, bunun diskriminantı sıfıra bərabərdir. Diskriminantı sıfıra bərabərdir. Və buradakı parabolanın təpəsi, təpə nöqtəsi apsis oxunun üzərində olan nöqtə x0'ı göstərir. Yəni, demək istəyir ki, x0 mənfi 2'dir. Biz də düsturu bilirik. Y bərabərdir a vurulsun x minus x0'ın kvadratı üstə gəl y0. Parabolanın təpə nöqtəsinin apsisi var mənfi 2, ordinatı isə yoxdur, yəni y0'ı yoxdur. Çünki apsis oxu üzərində olanda y0'ımız 0 olur. Yəni olacaq y bərabərdir a vurulsun x minus x0'ın kvadratı şəklində. Və burada ordinat oxunu kəsdiyi nöqtə 4 C-ni göstərir. Bu C-dir. Gətirib yerinə qoyuruq. İndi biz bir şey bilməliyik. Y bərabərdir ax kvadratı üstə gəl bx plus C. Burada x-ə 0 verəndə y-imiz c-yə bərabər olur. Bu bütün funksiyalarda, kvadratik funksiyalarda belədir. Yəni, bizim c-miz 4-dürsə əgər, deməli biz x-ə 0 verməliyik, y-i də 4-ə bərabər etməliyik. Çünki c 4-dür. İndi bu tənlikdə yerinə qoyaq. Y bərabərdir a vurulsun x minus x0'ımız mənfi 2 idi. Düsturda da mənfi var, ona görə plus 2 olacaq. Plus 2'nin kvadratı. Amma a neçədir? A-nı bilmirik. Ona görə buradakı x-ə 0 verib, y-də 4 deyəcəyik. Yəni, 4 bərabərdir. A vurulsun 0 qoyanda 0 plus 2'nin kvadratı. 4 bərabərdir. A vurulsun 4. A da olacaq müsbət 1. Və parabolanın qolları yuxarı yönəlib. B variantı cavab ola bilməz. D variantı cavab ola bilməz. Və x kvadratı minus 2 ola bilməz. Çünki bayaq dedim ki, x kvadratı plus 2, 2 vaid yuxarı sürüşmədi. X kvadratı minus 2 olanda 2 vaid aşağı sürüşmədi. Y variantı ola bilməz. Cavab ya A-dır, ya C-dir. Əgər koordinat başlanğıcından soldadırsa, deməli, düsturumuzda müsbət olmalıdır. Çünki x plus 2'ni 0'a bərabər edəndə x0'ın mənfi 2 alınır. Deməli, düzgün cavab C variantı. Variantlardan da tapmaq olar və yaxud da ki, həllini bu şəkildə də yaza bilərsiniz. Baxırıq növbəti suala. 69 nömrəli sualda. Deməli, parabolanın təpəsi verilib burada. Burada parabolanın təpəsidir. Həmin təpənin apsisi, yəni x0'ımız müsbət 3'dür. Bunun y0'ımız isə müsbət 1'dir.
İndi təpə nöqtələrinə görə funksiyanın tənliyi y bərabərdir a vurulsun x minus x0'ın kvadratı üstəgəl y0. Burada yerinə qoyuram a vurulsun. Deməli x minus 3'ün kvadratı üstəgəl 1 olacaq. X minus 3'ün kvadratı üstəgəl 1. Elə düzgün cavab bir dənə var. D variantı. Və deməli buradakı 10 nədir bəs? Buradakı 10 C-ni göstərir. Yəni C bərabərdir 10'dur. Bu cür iki cavab da verilə bilərdi. Yəni əvvəlki işarəyə görə ya A verilə bilərdi, A müxtəlif ola bilərdi. Bu zaman necə yazardıq? Buradakı x-ə 0 verib, baxın. Y bərabərdir A vurulsun x minus 3'ün kvadratı plus 1. X-ə 0 verirəm, y-imiz də C-yə, yəni 10'a bərabər olacaq. 10 bərabərdir A vurulsun. X-in yenə 0 qoyanda 9. Üstəgəl 1. 9A bərabərdir 9'a. A da olacaq 1. Yəni A həqiqətən də 1'dir burada. Düzgün cavab olacaq D variantı. 70 nömrəli sualda parabolanın qolları aşağı yönəlib. Deməli A'mız mənfidir. Variantların hamısında A mənfidir. Parabolanın bura təpəsidir. Təpənin apsisi, yəni x0'ı 2'dir. Təpənin ordinatı, yəni y0'ı da müsbət 1'dir. Buradakı mənfi 3 də C'dir. Y bərabərdir. Düstur yadımıza salırıq. A vurulsun x minus x0'ın kvadratı üstəgəl y0. Olacaq A vurulsun x minus 2'nin kvadratı plus 1. X minus 2'nin kvadratı plus 1. Elə bir dənə cavab var. O da Y variantı. 71 nömrəli sualda funksiyası üçün aşağıdakilərdən hansı doğrudur? Parabolanın qolları aşağı yönəlib. Deməli A'sı 0'dan kiçikdir. Y variantı ola bilməz. D variantı ola bilməz. A, B, C qaldı cavab. İndi ordinat oxunu burada kəsib, düzdürmü? Koordinat başlanğıcından yuxarıda kəsib. Ordinat oxunu kəsdiyi nöqtə C-ni göstərir. Deməli, müsbət hissədə kəsdiyinə görə C-si 0'dan böyükdür. C 0'dan böyük olanlar C, bir də A. B variantı da sıradan çıxdı. Əgər parabola ordinat oxunu kəsib aşağı doğru gedirsə, deməli B-si mənfidir. Baxın, ordinat oxunu kəsir, aşağı doğru gedir. Deməli B-si 0'dan kiçikdir. Ona görə olacaq cavab A variantı. Əgər ordinat oxunu kəsib yuxarı istiqamətdə getsəydi, onda B-ni müsbət götürərdik. 72 nömrəli sualda funksiyanın qrafikinə görə A, B və C nöqtələrinin koordinatlarını tapın. Əvvəlcə verilmiş funksiyanın köklərini tapaq. Viet teoreminə görə köklər cəmi əks işarə ilə ikinci həddin əmsalı, köklər hasili sərbəst həddə bərabərdir. Köklər 1 və 3'dür. Cəmi müsbət, daha doğrusu cəmi mənfi verməlidir. Deməli 3 mənfidir. 1 isə müsbətdir. İndi A nöqtəsi mənfi tərəfdə yerləşir. Yəni koordinat başlanğıcından solda. Deməli bura mənfi 3'dür. Burada B nöqtəsi isə müsbət 1'dir. A nöqtəsi, baxın A nöqtəsinin koordinatlarını yazıram. Apsis oxunu kəsdiyinə görə apsimiz var mənfi 3'dür. Amma bunun y-i 0'dır. B nöqtəsi x-i 1'dir. Amma apsis oxunu kəsib y-i 0'dır. A ilə B-ni təyin etdik. A mənfi 3, 0. Deməli bu cavablar ola bilməz. B-də 1 ilə 0. Elə A variantı düzgün cavab. İndi C-ni necə təyin edəcəyik? C nöqtəsinə baxsaq görərik ki, C nöqtəsi həmin parabolanın təpə nöqtəsidir. Təpə nöqtənin koordinatları təpə. X0, Y0 deməkdir. Yəni bəlkə 2 cavab ola bilərdi. Ona görə necə tapıraq onu da deyim. X0 mənfi 2A-da B. Mənfi 2 vur A 1'dir. B-də müsbət 2'dir. Olacaq mənfi 1. Y0 isə 4A-da 4AC minus B kvadratı. 4 vur A 1'dir. C-də mənfi 3. Minus B kvadratı yəni 4. 4'də 1'ə vuranda 4. Mənfi 12, mənfi 4 çıxanda mənfi 16, 4'ə böləndə mənfi 4. Deməli, C nöqtəsi parabolanın təpə nöqtəsi olduğuna görə x0'ımız mənfi 1'dir, y0'ımız da mənfi 4. Olacaq elə düzgün cavab A variantı. Keçək 73 nömrəli suala. Qrafik verilmiş funksiyası üçün aşağıdakilərdən hansı doğrudur? Parabolanın qolları yuxarıdır, A-sı 0'dan böyükdür. A variantı getdi, C variantı getdi, A, D, Y. Ordinat oxunu kəsib yenə müsbət tərəfdə, deməli C-si 0'dan böyükdür. C 0'dan kiçikdir, B getdi. Ya D'dir ya da Y'dir cavab. İndi parabola fikir verin. Ordinat oxunu kəsir, aşağı doğru gedir. Yəni buradan kəsir, aşağı doğru gedir. Aşağı gedirsə, deməli B-si 0'dan kiçikdir.
B sıfırdan küçük olan D variantıdır. Yani düzgün cevap D. A ise sıfırdan büyüktür. C ise sıfırdan büyüktür. B ise sıfırdan küçüktür. 124 nömrəli suala baxırıq. Şəkildə y bərabərdir ax kvadratı plus bx plus c funksiyasının qrafik verilmişdir. Şəklə əsasən a plus 2b plus 3c cəmini tapın. Baxın, parabola absis oxunu 2 nöqtədə kəsib. 1 və 5. Həmin 1 x1-dir, 5 isə x2-dir. Düsturu yadımıza salaraq x1 və x2 məlum olanda y bərabərdir a vurulsun x minus x1 və x minus x2. İndi yerinə qoyuruq. Buradakı 5 isə c-ni göstərir. C 5'dir. A vurulsun x minus 1, x minus 5. Bəs a-nı necə tapacağıq? A-nı tapmaq üçün x-in yerinə 0 qoyuruq aparıb tənlikdə. Baxın, biz bayaq da dedik ki, bundan əvvəlki sualdır. Burada x-ə 0 verəndə y-imiz c-yə bərabər olur, düzdürmü? Burada x-ə 0 verəndə y-im c-yə bərabər olur. C də 5'dir. Ona görə verilmiş tənlikdə, verilmiş funksiyada burada x-ə 0 verəcəm. Y-ə də 5. 5 bərabərdir a vurulsun 0 minus 1 mənfi 1. 0 minus 5 mənfi 5. 5a bərabərdir 5'ə. A da olacaq 1. İndi a üstəgəl 2b üstəgəl 3c cəmini soruşur. Əvvəlcə a-nı aparıb yerinə qoysaq 1 də a. 1 heç bir dəyişiklik baş vermir. Yəni x minus 1, x minus 5. Bunu da vurub açanda x kvadratı minus 6x plus 5 şəklinə düşür. Deməli, a x kvadratının əmsalı 1'dir. B x-in əmsalı mənfi 6'dır. Burada yazın. B bərabərdir mənfi 6. Gətirib burada yerinə qoyuruq. 1 minus 2 vur 6. C də neçədirsə? C 5'dir. 3 vur 5. 1-dən 12 çıxıram. Üzərinə də 15 gəlirəm. Müsbət 3, 1 üstəgəl 3 də cavab 4. Yəni D variantı. 125 nömrəli suala baxırıq. Yenə parabolanın təpəsi verilib bu dəfə. Baxın, bayaqki sualda apsis oxunu kəsdiyi nöqtələr məlum idi. Burada isə təpə nöqtələri məlum. Bu təpəsidir. Buradakı 2də 1 təpə nöqtənin apsisidir. Yəni x0 2də 1'dir. Buna uyğun mənfi 2də 1 isə y0 mənfi 2də 1'dir. Buradakı ordinat oxunu kəsdiyi mənfi 1 isə c mənfi 1'dir. İndi təpə nöqtələri varsa, düsturumuz y bərabərdir a vurulsun x minus x0'ın kvadratı üstəgəl y0. Yerinə qoyuram. Y bərabərdir a vurulsun x minus 2də 1'in kvadratı minus 2də 1. Biz bundan əvvəlki suallarda da qeyd etdik ki, x-ə 0 veririk, y-imiz c-yə bərabər olur, c də mənfi 1'dir. İndi yerinə qoyaq. Mənfi 1 bərabərdir. Bunu nə üçün edirik? A-nı tapmaq üçün. A vurulsun. X-in yerinə 0 qoyanda 0 minus 2də 1, 2də 1 kvadratı 4də 1 minus 2də 1. Mənfi 1 plus 2də 1 bərabərdir 4də A-ya. Mənfi 1-dən 2də 1 çıxanda elə mənfi 2də 1 bərabərdir A böl 4-ə. Mənfi 2A bərabərdir 4-ə. A olacaq mənfi 2. Deməli, bizim funksiyamız olacaq y bərabərdir mənfi 2. Burada getirib yerinə qoyuruq. X minus 2də 1'in kvadratı minus 2də 1. Bunu vurub açmalıyıq ki, biz A-nı B-ni görə bilək. Mənfi 2 vurulsun. X kvadratı minus x üstəgəl 4də 1 minus 2də 1. Mənfi 2x kvadratı plus 2x minus 2də 1 minus 2də 1. Mənfi 2x kvadratı plus 2x minus 1. Deməli, bizim A mənfi 2'dir. B müsbət 2'dir. C də mənfi 1. A vur, B vur, C-ni soruşur. Mənfi 2 vur, 2 vur, mənfi 1. Düzgün cavab müsbət 4. Yəni Y variantı. Baxırıq 126 nömrəli suala. Deməli, funksiyanın qrafikinə əsasən 9a üstəgəl 3b üstəgəl 6c cəmini soruşur. Bu funksiyada deməli parabola apsis oxunun üzərindədir. Düzdürmü? Yəni burada x0'ımız 3'ə bərabərdir. Yəni apsis oxunu kəsdiyi nöqtə apsis oxunun üzərində olduğuna görə x0 3'dür. Y0 isə ordinatı 0'a bərabərdir. Deməli, indi isə düsturu yadımıza salaraq x0 və y0 veriləndə c də 2'dir, məlumdur. Ordinat oxunu kəsdiyi nöqtə c-ni göstərir. Y bərabərdir
A vurulsun x minus x0'ın kvadratı üste gel y0. Yerine koysak a vurulsun x minus 3'ün kvadratı, y0'ımız ise yoktu. Ve x'e 0 verip demiştik ki y'e s'ye beraber edirik. Yani bunu a'nı tapmak için edirik. 2 beraberdir a vurulsun 0 minus 3'ün kvadratı yani 9. A beraberdir 9'da 2. İndi ise aparıb yerine koyuruq. Olacak y beraberdir a vurulsun yani 9'da 2 x minus 3'ün kvadratı. Vurup açsaq 9'da 2 x kvadratı minus 6x plus 9 beraberdir 9'da 2 x kvadratı. 9'da 2'ni 6'ya vururuq. Deməli 9'da 2'ni 6'ya vursaq 9 və 6 3'e ixtisar gedir. 3 dəfə 2 dəfə olacaq 4 bölü 3. 4 bölü 3 x. Üstə gəl 9'da 2'ni 9'a vuranda 9'lar gedir 2. Deməli burada funksiyamız a 9'da 2'dir. B mənfi 4 bölü 3'tür. S ise 2'ye beraberdir. Yani bayaqda qrafikdə görmüşdük. İndi isə 9a üstə gəl 3b üstə gəl 6c ifadəsinin qiymətini tapaq. Olacaq 9'lar ixtisar gedəcək burada. 2, 3'lər ixtisar gedəndə mənfi 4, 6'nı 2'yə vursaq 12. Düzgün cevap müsbət 10. Yani A variantı. Dersimiz bu kadar. Bu tip videoların devamı için videonu beğenmeyi ve kanala abone olmayı unutmayın. Sağ olun.